Salam əzizləyicilər, bugün sizinlə A dilindən test işləyəcəyik. Baxaq, test üçün birinci sualına deyir ki, aydın crossword həll edərkən onun qarşısına düzəltmək sözünün sinonimini tapmaq çıxır. Sizcə aydın hansı sözü crosswordun xanalarına yazmalıdır? Yəni, bura yazmalıdır. Düzəltmək sözünün sinonimi, əlbəttə ki, hamımız bilirik, tikməkdir, C variantı. 2-də deyir ki, nəcib insanları hər kəs sevər cümləsində nəcib sözünün yerinə hansı ifadəni yazsaq, cümlənin ifadə etdiyi mənada bir dəyişiklik olmaz. Yəni, elə bir söz yazmalıyıq ki, nəcib sözünün elə bil ki, sinonim olsun. Və nəcib etibarlı demək deyil, həssas demək deyil, düzgün demək deyil. Doğru cavabımız B variantı, alicənabdır. 3-də aşağıdakı cütlüklərdən hansı bir-biri ilə yaxın mənalı deyil? Dərd, qəm, bu yaxın mənalıdır. Aşağı, yuxarı, əks mənalıdır. Qonaq, misafir, bu yaxın mənalıdır. Dost, yoldaş, yaxın mənalıdır. Cavabımız elə olacaq C variantı, çünki antonimdir. 4-də deyir ki, lövhədə yazdığım qoşa sözlərdən hansının arasında məna bağlılığı yoxdur. Oxuyaq, qum, şüşə, ağac, kağız, taxta, qələm, metal, qaşıq. Biz görsək, diqqət etsək, görərik ki, məsələn, tutaq ki, metal, qaşıq sözünü götürək nümunə olaraq. Metal, qaşıq. Qaşıq metalın sayəsində yaranıb. Sonra qələm taxtanın sayəsində yaranıb. Kağız ağacın sayəsində yaranıb. Amma şüşə qumun sayəsində və ya qum şüşənin sayəsində yaranmayıb ki, ona görə variant olacaq A variantı. 1. Keçək 5-ci suala. Deyir ki, aşağıdakı şəkillərdən hansı istifadə baxımından digərlərindən fərqlənir? Əlbəttə ki, baxan kimi bilirik C-dir, çünki A, B və D-də olan əşyaların hamısı oturmaq üçündür. Amma bir dənə C-də masa, bu yemək üçündür. 6-da deyir ki, yaralar qəlbimi yaralar cümləsində fərqləndirilmiş sözün sinonimi hansıdır? Baxsaq ki, burada yaralar. İkisi də eynidir sözlərin. Sözlərin ikisi də eynidir, amma mənaları fərqlidir. Birinci yaralar qəlbimi yaralar sözündə birinci yaralar, yəni zədələyər, vurar, o demək deyil. Yaralar, yəni adamın qolunda və ya qıçında olan yara, o deməkdir. Yaralar qəlbimi yaralar. Yaralar, ikinci yaralar sözü isə vurar, çorlayar, zədələyər, o deməkdir. Cavabım B variantı. 7-də yazıcı yazı cihazında yeni hekayəsini yazırdı. Bu vaxt oğlu Sərxan onun yanına gəldi və onun yazdığı hissəni oxudu. Atasının müşahidə altına almaq ifadəsinin nə demək olduğunu soruşdu. Sizcə atanın cavabı nə olacaq? Daha tam başa düşmək üçün bu hissəni oxuyaq. Deyir ki, həkim xəstənin yaxınlarını onu müşahidə altına alacağını söylədi. Bunu eşidən xəstə yaxınları etiraz etməyə başladılar. Və burada cavabımız B variantı olacaq. Nəyə görə B oldu, o birislər olmadı? Nəzarətdə saxlamaq, yəni həkimlər xəstəni müayinə etmək üçün və ya nəzarət altında saxlamaq üçün bir otağa aparırlar və həmin xəstənin qohumları və ya başqa insanlar həkimlərdən başqa o otağa girməyə icazə olmur. Ona görə də məntiqlə B uyğun gəlir. Testlərdən sual bu qədər idi. Keçək mətnimizə. Mətnimiz var. Mətnimizi oxuyaq. Deyir ki, ən böyük dövlət. Ah, kaş mənim də böyük dövlətim olaydı. Onda mən həmişə deyib gülüb yaşayardım. Deyə o həmişə giləylənirdi.
Bir qoca daş yonan onun evinin yanından keçəndə oğlan sözlərini eşidib dedi. Sən nədən şikayətlənirsən? Sən ki, böyük dövlət sahibisən, mən dövlət sahibiyəm, deyə oğlan təəccübləndi. Bəs hanı, sənin gözlərin, sən bir gözünün əvəzinə nə almaq istəyərdin, deyə qoca ondan soruşdu. Sən nə danışırsan, deyə oğlan təşvişlə ona cavab verdi. Mən gözümü heç bir xəzinəyə dəyişmədim. Yaxşı, deyə daşyonan sözünə davam etdi. Onda gəl əllərini kəsək, əvəzinə sənə çoxlu qızıl verərəm. Yox, mən əllərimi qızla satmaram, deyə oğlan cavab verdi. Daşyonan dedi, indi görürsən ki, sən necə dövlətlisən, bəs nə üçün şikayətlənirsən? Mənə inan, insan üçün ən böyük dövlət, qüvvət və sağlamlıqdır. Bunların heç birini pulla almaq. Qoca bunu deyib öz yolu ilə getdi. Və baxaq birinci suala. Deyir ki, mətninə görə yanlış fikir müəyyəndir. Cavan oğlan kasıb idi və mətndə bunun haqqında heç bir məlumat verilməmişdi. Ona görə cavabımız A variantı olur. Baxaq digərlərinə. Qoca cavan oğlana var dövlətin pulla ölçülmədiyini izah edir. Bəli. Oğlan gözünə heç bir xəzinəyə dəyişməyəcəyini söyləyir. Bəli. Oğlan qocanın dedikləri ilə razılaşmadı. Bəli. Cavabımız elə A-dır. Mətndə nöqtələrin yerinə hansı sözü yazmaq olar? Nöqtələrin yerinə bunları heç bir pulla almaq olmaz. Olmaz sözü olacaq. Həm də məntiqlə belə tapa bilərik ki, A-da mümkündür, B-də vacibdir, D-də yaxşıdır sözü verilib və bunların elə üçündə də razılıq əlaməti razılıq əlamətdə. Amma bir dənə C-də inkar eləyib o sözü. Məntiqlə də belə tapa bilərik. Cavabımız C-dir. 3-də tünd hərflərlə verilmiş hissəyə əsasən oğlanın əhvalı haqqında nə demək olar? Halından narazı idi. Bəli. Hər zaman şükür edirdi, xeyr. Öz halından razı idi. Öz halından razı idi, xeyr. Çox nikbin insan idi, xeyr. Cavab A variantıdır. 4-də fərqləndirilmiş sözü hansı sözlə əvəz etmək olar? Bizdə burada fərqləndirilmiş söz təşvişlə sözdür. Gəlin cümləni oxuyub tam başa düşək. Sən nə danışırsan deyə oğlan təşvişlə ona cavab verdi. Mən gözümü heç bir xəzinəyə satmıram. Təşvişlə, yəni narahatlıqla, etirazlıqla elə. 5-də qarşısında hansı rəqəm yazılmış cümləni mətn ideyası hesab etmək olar. Baxaq. Məncə burada 3-dür. Burada 3-dür. Çünki deyir ki, mənə inan, insan üçün ən böyük dövlət, qüvvət və sağlamlıqdır. Bunları heç bir pulla almaq olmaz. Və cavabımız da 3C variantı oldu.